Bu gün Qərb fəlsəfəsinin hekayəsinə, hər şeyin necə başladığına nəzər salacağıq. Bəs niyə məhz qədim Yunanistan bu məkanı və zamanı bu qədər xüsusi edən nə idi? Qədim Yunanistan tam bir yol ayrıcındaydı. Ticarət gəmiləri, yeni fikirlər axını deməkdir. Bu mübadilə təkcə mal material değildi. Bu, dünyaya fərqli baxışları, yeni düşüncəni gətirirdi. Fərqli şəhər, dövlətlər bir-biri ilə rəqabət aparırdı. Amma təkcə döyüşdə yox, ideyalarda da. Bax, bu cür intellektual rəqabət radikal yeni düşüncə üçün münbit bir zəmin yaratdı. O vaxta qədər hər şey miflərlə izah olunurdu. Yağış yağırsa, deməli, tanrılar belə istəyir. Amma sonra ortaya yeni bir şey çıxdı, logos. Yəni, dünyanı məntiqlə anlamaq cəhdi. Və bu böyük dəyişikliyi bir nəfər başlatdı. O, ticarət şəhəri olan millətdən Falesini. Fales Misirdə riyaziyyatın gücünü gördü və bu sistemlə yanaşmanı özü ilə Yunanistana getirdi. O, fundamental bir sual verdi. Hər şeyin kökündə nə dayanır? Onun cavabı isə su oldu. Burada əsas məsələ cavabın düzgünlüyü deyildi. Əsas olan rasional izah vermək cəhdi idi. 200 yıl sonra isə səhnəyə Sokrat çıxdı və fəlsəfənin yönünü tamamilə dəyişdirdi. Suallar artıq kainat haqqında değildi. Birbaşa insana, bizə yönəldi. Onun bu məşhur sözü hər şeydir. Özünü dərk etmədən yaşamağın mənası yoxdur. Həqiqəti tapmaq üçün öz metodunu yaratdı. Dayanmadan sual vermək, hər fikri sorğulamaq. Yaxşı, bəs bu ideyalar bütün dünyaya necə yayıldı? Cavab sizi təəccübləndirə bilər, Romalılar. Düzdür, Roma Yunanistanı hərbi güclə aldı, amma mədəni olaraq Yunanistan Romanı fəth etdi. Nəticədə vahid bir imperiya bu fikirləri Afrikadan tutmuş Britaniyaya qədər hər yerə apardı. Roma sanki bir mühərrik kimi Yunan düşüncəsini Qərb sivilizasiyasının özəyinə yerləşdirdi. Beləliklə, bir neçə insanın sualları zamanla bütün dünyanın intellektual mirasına çevrildi. Üstündən 2500 il keçib. Bəs biz hələ də eyni suallara cavab axtarmırıq mı?